Deməli, əziz bacılarım, xoş gördüm hər birinizi. Əgər siz bax bu 3 dənə qaymaqla işləyirsinizsə, dekor apdır, hopladır, bir də protusdur. Əgər təsadüfən getdiyiniz mağazində, tort ləvazimatlarda tapılmadısa, bu qaymaqlardan, onda başqa qaymaq ala bilərsiniz. Amma bu qaymaqlar biz mikserdə vuranda qatı olur da. Qatı qaymaqdan elə bir ki, kanatla, satqa, sılaq rahat eləmək olur. Durularda o qədər olmur, çünki sonra formasız adı edir. Bu qaymaqlardan tapa bilməsəniz, mən sizə şey göstərəcəm. Çox bacılarım bunu bilir, amma bilməyənlər də var. Bax, bu smetadan alırsınız. Bunun bir dənəsi, bunun elə bir yarısının üçündür. 2 dənəsini alırsınız, bir dənəsinə. Birdən bilmədiniz hansı qaymaqla işləyirsiniz, nəticə pis olmasın deyə mikserdə çalınmış bunu tökürsünüz bir qaba, bunu tökürsünüz həmin o qabın içinə. Elə bir ki, qaymaq vurulanda alacaq bərk və ondan bir boyna satqadan kan çıxara biləcəksiniz, rahat tortu suya biləcəksiniz. Belə. Və əgər sən də ay mənim bacım, tort işi ilə kasıbçılıqdan çıxmaq istəyirsənsə, qabağa getmək istəyirsənsə, onda sadəcə kasıbçılığa son, önə çıxanlar bölməsinə daxil ol və salam. Qalanın öz-özünə yağ kimi gələcək.